Bismillahirrahmanirrahim. İsmail Peyğəmbərin həyatı. İsmail Peyğəmbər İbrahim Peyğəmbərin övladlarından idi. İsmailin dünyaya gəlişi uzun illər övlad həsrəti çəkən İbrahim üçün böyük bir sevinclə qarşılanmışdı. Amma bu sevinc eyni zamanda Allahın sınaqları ilə müşahidə olundu. İlk sınaq o zaman baş verdi ki, Allah İbrahim Peyğəmbərə əmr etdi. Həyat yoldaşı Hacəri və körpə İsmaili indiki Məkkə torpaqlarına aparıb orada buraxsın. O zaman Məkkə tam quraq, susuz və yaşayışsız bir vadidə idi. İbrahim əleyhissalam Allahın əmrinə təslim oldu və oradan ayrıldı. Hacər isə körpə İsmail ilə tənha qaldı. Su tükəndikdə Hacər oğlu üçün su axtarmağa başladı. Səfa və Mərvə təpələri arasında bir neçə dəfə gedib gəldi. Nəhayət Allahın rəhməti ilə İsmailin ayaqları altından zəmzəm suyu fəvvara vurdu. Bu hadisə Məkkənin həyat qaynağına çevrildi və bugün də milyonlarla zəvvar o yerdən su içir. İllər sonra İsmail əleyhissalam böyüdü və atası ilə yenidən görüşdü. Həmin vaxt Allah İbrahim əleyhissalamı çox ağır bir imtihana çəkdi. Yuxuda oğlunu qurban kəsməsinə əmr etdi. Bu hər iki Peyğəmbər üçün təslimiyyətin ən böyük sınağı idi. İsmail əleyhissalam bu xəbəri eşidəndə atasına dedi ki, Allahın əmrinə əməl etsin. O qorxmadı, etiraz etmədi. Bu Allah qarşısında tam itaətin nümunəsi idi. İbrahim əleyhissalam qurbanlıq əməli üçün bıçağı hazırladı. Lakin Allahın əmri ilə mələk gəldi və İsmail əvəzində bir qoç göndərildi. Bu hadisə bəşər tarixində Qurban bayramının başlanğıcı oldu və təslimiyyətin ən böyük simvoluna çevrildi. İsmail Peyğəmbər sonradan Hicaz bölgəsində, bugünkü Məkkə və ətrafında Peyğəmbər göndərildi. Bu Kəbənin tikintisində atasına kömək etdi. Quran-ı Kərimdə buyurulur ki, İbrahim və İsmail birlikdə Kəbənin təməl daşlarını ucaldırdılar və dua edirdilər. Ey Rəbbimiz, bunu bizdən qəbul et, sən eşidən və bilənsin. İsmail əleyhissalamın nəsli sonradan Ərəbistan yarımadasına yayılmış və Hz. Muhammed salavatullah da həmin nəsildən dünyaya gəlmişdir. Beləcə İsmail Peyğəmbər həm qurbanlıq səhnəsinin qəhrəmanı, həm də sonuncu Peyğəmbərin ulu babalarından biri kimi tarixdə əbədi iz qoydu.